Bir daha salam dostlar. Bir məsələni mən istəyirəm izah edən bu həm bir həddə kimi məsələlər açıqlansın, həm də hazırda nə baş verir, o aydın olsun. İranda baş verən hadisələrə dünya ölkələri, məxsusən qonşu ölkələri ikili münasibət bəsləyir. Bu münasibədə əsasən tərif etmək olar və başa düşmək olar ki, bu ölkələr həqiqi ölkədirlər. Yəni həqiqi ölkə nə? Yəni milli mənafeləri bunların var, yoxsa qüdrətlərin və elitaların əlində proyektdirlər, layihədirlər, dövlət deyirlər. Bunların xalqı girov götürülüb. Bədbəxt insanlardır. Başında padşahlar, bu cür deyim, zalimlar dayanır, tiranlar dayanır, avtokratik idarə üslubudur. Amma həqiqətdə başqasının oyuncağıdır. Bunu başa düşmək üçün çox sadədir. Təsəvvür edin ki, İranda ixtişaşlar güclənir, məsələn, problemlər yaranır və bu problemlər mütləq qonşu ölkələrə sirayət edəcək. Belə deyil, yəni heç vaxt belə qənaətə gəlmək olmaz ki, sənin sərhədində hansı bir dənə böyük bir dövlətdə nəsə ixtişaş baş versin və qonşu ölkəyə sirayət etməsin. Bu halda qonşu ölkə ikili münasibət bəsləyə bilər, iki cür fərqli münasibət. Münasibətlərdən biri budur ki, mərkəzi hökumətin deməli Tehranın güclənməyini istəyir və ixtişaşların tez zamanda aradan getməyini istəyir. Hazırda biz bunu Türkiyədə müşahidə edirik. Deməli, həmin ölkənin milli mənafeyi var. Həmin ölkənin xalqı hakimiyyətin əlində girov deyil. Yəni, bu ölkədir, bu proyektdir. Türkiyənin bugünkü münasibəti belədir. Yəni, Türkiyə hazırda özünü bir dənə hansı Avropanın proyekti kimi aparılır. Müstəqil ölkə ki, milli mənafeyi var, onun qoşulluğunda olan ölkənin zəifləməyi onun xeyrinə deyil, yad bir ünsürün, yad bir qüvvənin, məsələn, İsrailin, Amerikanın məntəqədə güclənməyinə səbəb olacaq və bunun milli mənafeyi xətərə düşür. Deməli, milli mənafeyi var. Bəzi ölkələr, baxın, Azərbaycan mətbuatına baxın, Azərbaycan məhsullarına baxın, görün özləri necə aparırlar. Proyektdir Azərbaycan, yoxsa dövlətdir. Azərbaycan xalqı azad xalqdır, yoxsa bunların əlində əsirdir, zindandadır, konslagerdədir. Əgər oranın mətbuatı və şəxsləri susursa, ya da sevinirlərsə ixtişaşa, bilin ki, o ölkə deyil, o dövlət deyil, o bir dənə proyektdir, layihədir, düşmən əlində, müstəqil deyil, neokoloniyadır, müstəqil siyasəti yoxdur, milli mənafeyi yoxdur. Niyə? Çünki bax, sənə də sirayət edəcək, sənin məntəqəndir, sənin qonşundur və sənin yanındır, böyründür. Bu deməkdir, oranın xalqının həyatı onun üçün, yəni yaşa həmin ölkənin, xalqın əhəmiyyəti onun hakimləri üçün mühüm deyil. O daha çox qüdrətlərin, məsələn, Amerika Birləşmiş Ştatlarının, İsrailin mənafeyini güdür. Bu proyektdir. Və proyektlər uzun çəkməyəcək. Proyektlər onlarla görülən iş bitən kimi proyektləri bağlayırlar. Deməli, dövlət var, proyekt var. İran hadisələrində bu qəşəng üzə çıxacaq. Hansılar dövlətdir, hansı hakimiyyətlər doğrudan milli hökumətlərdir, milli mənafə tərif olunub ölkələr üçün, hansıları proyektdir, hansı hakimlər və dövlət başçıları oyuncaqdırlar, guruldamağına baxmayın. Kəllə və Diminədə bir hadisə var, deyir, bir dəfə gedirlər və görürlər ki, tülkü gedir, görür ki, möhkəm bir dənə səs çıxır, fikirləşir ki, görəsən bu səs hansı bir dənə böyük bir dənə heyvandır, bunu parçalayıb yiyəcəm. Gəlir, görür, təbil düşüb orada, təbil. Ağac yarpaqları dəyir ona, budaqları və səs çıxardır. Parçalayır, içi boş çıxır. Bəzi hakimiyyətlərin guruldamağına baxmayın. Onlara guruldamaq icazəsini verilib. Onları guruldadanlar var, içləri boşdur. Baxın, əgər bir hökumət İranda olan ixtişaşlara sevinirsə, onun mətbuatı, özləri susurlarsa, bilin o təbildir, nağaradır, onu guruldadan var və onun üçün öz xalqını, milli mənafəsini o xalqı özündən bilmir. Milli mənafə tərif olunmuyor, bir dənə proyektdir. Bu hadisələri tanımaq üçün və təhlil etmək üçün bu dediyim nöqtələr kilidi, çox mühüm nöqtələrdir. Bunları həmişə diqqətinizdə saxlayın və bununla məntəqəni, bu cür deyim, bir növ siyasi fikri xəritəsini yaxşı tanıya bilərsiniz.